İmtahanda sizə kömək eləyəcək teoremlərdən biri də Viet teoremidir. Viet teoremi kvadrat tənliyin köklərinin cəmi və köklərin hasili üçün tətbiq olunur. Məsəl üçün, kvadrat tənlik verilibsə sizə, tənliyin köklərinin cəmini soruşarlarsa, x-in əmsalının bölürsən a-ya, x kvadratın əmsalına və qarşısına da mənfi qoyursan. Yəni mənfini qoyduq, b bölünsün a. Əgər köklərin hasilini soruşarlarsa, sadəcə yanında x olmayan həddi, yəni sərbəst həddi bölürsən x kvadratın əmsalına. Yəni burada c bölünsün a olar. Məsəl üçün, bizə imtahanda sual düşüb ki, 2x kvadratı çıxılsın 7x, üzərinə gəlsin 3 tənliyini, köklərinin cəmini tap. Dediyim kimi, mənfi işarəsini yazırsan, kəsr xəttini çək. X-in əmsalı, yəni mənfi 7-ni bölürsən x kvadratın əmsalına, yəni 2-yə. Buradan da 2 dənə mənfi müsbət eləyər, 7-ni də 2-yə böləndə 3,5 düşər. Yəni köklərin cəmi müsbət 3,5-dir. Əgər köklərin hasilini soruşarlarsa, yanında x olmayan həddi, yəni sərbəst həddi bölürsən x kvadratın əmsalına. 3 bölünsün 2 olar burada da. Düzgün cavab 1,5 olar. Yəni köklərin cəmi soruşarlarsa 3,5, hasili soruşursa 1,5-dir.